Atamızın 65 yaşı var. Çinlərində də ağrı var. Çinlərində ağrı varsa mütləq orada onu araşdırmaq lazımdır. Ən azı çin nahiyələrini rentgen eləmək lazımdır. Ən azı imkan varsa da oranı MRT eləmək olar, KT ilə də yoxlamaq olar. Bəzi hallarda hətta Doppler ilə də yoxlamaq olur. Mənim danışa bilmədiyim üçün, suallar verə bilmədiyim üçün bunlar bizə qulaq asırlar, eşidir məni. Mənə zəng eləyərsiniz ya atarsınız müayinəniz varsa onun cavabını. Ev şəraitində də sizə birindim. Kələm yarpağını salın isti suya, 1 dəqiqə qalsın qaynar suda. Çıxardın, döyəşdiyin, biraz sulansın, üstünə bal çəkin, sonra çiyinlərinizə bağlayın, üstündən yum qalsın səhərə kimi. Səhər kimi. Hər halda effektini görəcəksiniz. Nə dərəcədə mənə deyərsiniz, olmasa başqa məlhəmlər deyərəm. Yemişin kökü də çox gözəl effekt verir bu ağrıların götürülməsində. Ancaq gərək orada ehtiyatlı olasan, güclüdür, yandıra bilərsən. Gördün yandırır, onda açasan.